Sabiq Təhsil naziri Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb. Modernazın məlumatına görə eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub. Misir Mərdanov bildirib ki, hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bugün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur, narahatlığa əsas yoxdur. İnşallah sabah işdə olacam. Misir Mərdanov 1992-1996-cı illərdə Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə isə rektoru olub. 1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində çalışıb. Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışır.